Eğer övladınızın iştahı zəifliyibsə, etməyin tənbəllik, qalxın bu resepti hazırlayın. 2 xörək qaşığından ərsəyə gələn möhtəşəm şorba, inanın ki, bütün ailə üzvlərinin üzünü güldürəcək. Baxmayın ki, isti havalardır. Deyərsiniz şorba indi o qədər də yaxşı yeyilməz. İnanın ki, yanlış fikirdəsiz bu fikirdəsinizsə. Hətta hər həftə sizdən bunu istəyəcəklər. Öncə əti qəşəng qovurursunuz, daha sonra birbaşa soğanı qovurursunuz, üzərinə duz və sarı kök əlavə edirsiniz zövqə görə. 2 ədəd orta boy kartofu xırda-xırda doğrayıb qovurursunuz birlikdə. Daha sonra tel vermişel, yəni xırda vermişeldən istifadə edirsiniz. Burada vermişel olmasa düyü də istifadə edə bilərsiniz. Bu da zövqə görədir. Və 1 çay qaşığı dolu-dolu tomat. Daha sonrası üzərinə su əlavə edirsiniz. Mən bulyon suyum da var idi, ondan da əlavə etdim. Yarı-yarıya. Və bunun tərbiyəsini hazırlayırsınız. Bişir, əti, kartofu, 1 yumurta, 1 xörək qaşığı dolu un və 1 armuduz stəkan qədər qatıq əlavə edirsiniz. Qəşəng öncə onu qarışdırırsınız. Daha sonra isti şorbadan 1 çömçə əlavə edirsiniz bu unlu qarışıma ki, qatıq çürüməsin. Birbaşa çünki qatıq əlavə etsəz şorbaya çürümə gedə bilər. Və ara-ara qarışdıra-qarışdıra qarışımı qarışdırırsınız şorbaya. Duzunu yenə də dadına baxırsınız. Azdısa əlavə edin və sonda blenderdən keçirdirsiniz. Zövqə görə nanə də qovurub yağla içinə əlavə edə bilərsiniz. O zaman daha da dadlı olur. Pürüzsüz, çox möhtəşəm, turşməzə bir şorba alınır. Bu resepti bəyəndinizsə, mənə abunə olmağı və dostlarınızla bölüşməyi unutmayın.